Artıq MİQ və sertifikasiya imtahanlarının vaxtı müəyyənləşir və həmin imtahanlarla əlaqəli paylaşdığımız suallardan birinin izahına baxaq. Qeyd edeyim ki, bu paylaşdığımız suallar sınaq paketlərimizdəndir. Sınaq paketlərimizdəki suallar həm yoxlayıcı xarakteri daşıyır, həm də bu formada öyrədici xarakteri daşıyır. Yəni bir sualın içərisində 5-10 dənə əsəri təkrarlamaq, detallarına qədər xatırlamaq mümkün olur. Əgər bizim sınaq paketlərimizi əldə etmək istəyirsinizsə, 051 537 90 86 nömrəsinə WhatsApp-da yaza bilərsiniz. Sual isə belə idi. Yəqin ki, görmüsünüz. Əsərlərin birinə və ya ikisinə aid fikirlərin ikisində də nöqtələrin yerinə sevinir yazdıqda səhv edərik. Həmin əsərə və ya əsərlərə aiddir. Baxın, İlk baxışdan belə çətin görünür, amma sualın içinə getdikcə, yəni oxuyuruq, əsərlərin birinə və ya ikisinə aid fikirlərin ikisində də. Deməli, hər əsərə aid iki fikir verilir. Hər ikisində mən sevinir yazsam, nöqtələrin yerinə səhv eləmişəm olaraq. Həmin əsəri tapmalıyıq birinci. Məsələn, Əl-Abbas kişi tut yarıldıqda sevinir deyə bilərikmi? Bəli, deyə bilərik. Çünki hətta belə ürəklə deyir ki, mən deyirdim də, bu tut parçalanacaq 100 yaşına çatanda, yəni dediyi də düz çıxır, həm də ona görə sevinir. Amma Ağa Muxtar Əl-Abbasın alətlərini satmaq istədiyini öyrənəndə sevinirmi? Xeyr, əksinə pis olur, pərt olur ki, deyəcəklər ki, dolana bilmirlər, alət satırlar. Deməli, birində səhv edirəm, birində düz edirəm. Ona görə bunu götürmürəm. Bizə lazımdır ki, hər ikisini də səhv edeyim. Və yaxud da Zəhər əsərində süd dağıldıqda daşləmir, sevinirmi? Bəli, sevinir, qəhqəhə çəkir. Mirqasım Aşıq Abbasın Gəlarisinin sözlərini dəyişib oxuyanda da sevinir. Deməli, bu bizə lazım deyil. Bizə lazımdır ki, hər ikisi yanlış olsun. Gələk 3-ə. Vaqif Xuramanın ölümündə sevinirmi? Xeyr. O deyir ki, Hayf ki, belə olduğu zamanədə günahlandırır. Eldar İbrahimin Dağıstan'a qaçmasına sevinirmi? Baxın, əsəri səthi oxuyan və yaxud da tam versiyasını oxumayan tələbə ilk baxışdan düşünər ki, yəqin ki, sevinər. Çünki onlar əks qütblərdə idilər, əks mövqələrdə idilər. Amma bu epizodda hər ikisi Qacara qarşı mübarizə aparırdı və Eldar fikirləşirdi ki, bir tərəfdən İbrahim, bir tərəfdən də bu gəlirsə, nəsə eləyə bilərlər. Amma İbrahim xan qabaq tərəfdən qaçanda Eldar qalır tək. Bilir ki, bütün qoşun yönələcək bunun üstünə, o da bir iş görə bilmir. Ona görə sevinir deyə bilmərik. Deməli, Vaqif Xuramanın ölümündə sevinir, yanlış. Eldar İbrahimin Dağıstana qaçmasına sevinir, yanlış. 3-ü götürürük. Gələcək gün əsərində Firudin vərəqləri cırılmış 1-ci sinif kitabındakı hekayələri oxuduqda atası sevinirmi? Bəli, təbii ki, sevinir. Həsənanın ayağını ilan sancıqda Mübaşir Məmməd sevinirmi? Sevinir, sevinmir. O barədə reaksiya vermir, o başqa bir haydə ilə həmin zaman. Ona görə hər bir halda burada sevinir var deyə 4-lə də işimiz yoxdur. Deməli, bizə lazımdır Vaqif əsəri. İndi gələk Vaqif əsərinə aid düzgün fikirlərə. Baş qəhrəmanın atası Neftçi özü dülgər. Bu, Əl-Abbasa aiddir, getdi. Şairdə şeirlərini ana dili olmayan dildə yazılmasını istəyən hökümdar obrazı var. Var idi mi belə bir obraz? Bəli, Qacar var idi. Deyir ki, sən farsça yaz şeirlərini, yəni şairin ana dili olmayan bir dildə yazılmasını tələb edirdi, doğrudur. Asıqqal getdi, çünki Zəhər əsərinə aiddir. Qəhrəmanlardan biri ənənə olmayan məsələləri ənənə kimi təqdim edir. Bu, aiddir Talvar əsərinə, yeri gəlmişkən doğru fikirdir, onu da deyim. Yəni, o tutun bir dənəsində yerdə qalmaması məsələsi, bir də plov pişirmək məsələsi, elə bir ənənə və yaxud da savab günah söhbəti yox idi, özündən uydururdu. Onun üçü də deyək də, Asırqal yediyi üçün zəhərlənən heyvanın timsalında bir dövrün başa çatmasına işarə var. Bu, Talvar əsərinə aid doğru fikirdir. Yəni, oradan Talvarı götürsəydik, bunu da götürməliydik. Asırqal dəqiq yeyir. Amma necə yeyir, nətər olur, onu yeyir, bilinmir. Və Asırqal yediyi üçün zəhərlənib ölən at sanki Meşəbəyinin də dövrünün başa çatdığını göstərir. Kim
Əlvida Gülsarə sən oxuyubsa, Çingiz Aytmatovun bir növ onu xatırladır mənə. Gülsarə ilə Tanabayı xatırladır mənə bu. Deməli 3 getdi, 4 getdi. Obrazlardan biri aslanın erkeğe dişisi olmaz diyerek özünün kişilerden geri kalmadığına işaret edir. Böyle bir söhbət var idi, ama öz üçün demir Gülnar, Vagif Gülnar üçün deyir. Ona göre 5 getdi. Obrazlardan biri diğer obrazı ağaç meselesine göre dastan qəhrəmanı ilə müqayisə edir. Zəhər əsərindəydi bu. Daşlar bildirir ki, yani boşuna sən qoruyur sanmış meşəni. Bu vaxtacan neyi edəcəksən? Qarajı çoban kimi ağacları belinə sahib oxuyacaqsan. 6 getdi. Baş qəhrəman yeni məhsul bölgüsünə açıq şəkildə etiraz edir. Bu gələcək günə aiddir. Freudun deyir ki, sizin dediyiniz sözü pozmağa haqqınız yoxdur. 5'te 1, 5'te 2 məsələsində. Amma bizim əsərə aid deyil. Müdrik vəzir obrazlar. Obrazlar var mı? Burada yox. Bir dənə Vagifdir də müdrik vəzir obrazı. O birisi vəzir müdrik deyildi. 8 getdi. Qurana əl basmağa cürət etməyən obrazı da, Qurana əl basan obrazı da rast gəlir. Doğrudur. Bu gələcək gün əsərindədir. Amma bizim əsərə aid deyil. Sonra ölümə məhkum edilən obraz üstündəki sarılığa işarə ediləndə gün batdıqda rənginin saraldığını deyil, bəli. Vagiflə şeyxin diyalogundadır bu. Vagif deyir ki, gün batanda rəngi saralar. Deməli, onu da götürürük. Düzgün cavab oldu 2, 10.